Xəbər verdiyimiz kimi, bugün ölkə məscidlərində Ramazan bayramı ilə əlaqədar bayram namazı qılınıb. Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allah Şükür Paşazadə isə bayram namazında iştirak etməyib. Hətta onun səhhətində problemlər yarandığına dair məlumatlar da yayılıb. Bununla bağlı Şeyx Unikala açıqlama verib. Onun sözlərinə görə səhhətində heç bir problem yoxdur. Hazırda Türkiyədəyəm. Bakıya qayıtmaq istəyəndə bir qədər sıxlıq oldu. Təyyarə bileti tapmadım. Ona görə gəlib çata bilmədim. İndi çıxıb gəlirəm. Artıq 76 yaşım var. Yaşla əlaqədar hər kəsin səhhətində problem yarana bilər, hər şey ola bilər. Buna baxmayaraq mənim səhhətimdə heç bir problem yaranmayıb deyə o qeyd eləyib. Şeyxülislam Türkiyəyə səfərin səbəbini açıqlamaq istəməyib. Bu mənim şəxsi işimdir. Hər şeyin səbəbini açıqlamaq məcburiyyətində deyiləm.